Bəlkə də dünyanın ən maraqlı yığıncağı Stokholmda keçirilir. Söhbət Nobel mükafatçılarının şərəfinə Nobel fondu tərəfindən təşkil edilən ziyafətdən gedir. Banketin dəmir ritualları illərdir qorunur. Yığıncaq hər il dekabrın 10-u Alfred Nobelin ölüm günü İsveç saatı ilə 19:00-da başlayır. Bir dəqiqə belə yubanma ola bilməz. Məkanın keçirildiyi Blue Hall-a gələn qonaqlar 30 dəqiqə əvvəl yerlərini almalıdırlar. Hər laureat məclisə özü ilə 14 nəfərədək qonaq gətirə bilər. İsveç kralı banketə gələndə onu mütləq Nobel almış bir qadın müşayiət etməlidir. Həmin il qadın laureat yoxdursa, kral fizika sahəsində mükafat almış şəxsin həyat yoldaşının müşayiəti ilə məclisə gəlir. İsveç kralı və Alfred Nobelin şərəfinə sağlıq deyilir və məclis açıq elan edilir. Ardıcıllıq pozula bilməz. Sağlıq əvvəlcə İsveç kralının, sonra Nobelin şərəfinə deyilir. Ziyafətdə 1300 qonaq iştirak eləyir. Masa ətrafında oturan qonaqlar arasında 60 sm məsafə olmalıdır. Bu 1 sm az və ya çox ola bilməz. Menyu hər il dəyişir, amma masada Skandinav mətbəxinin nümunələri mütləq olur. Qonaqlara təqdim olunacaq təamlar sir saxlanılır. Desertə isə mütləq dondurma verilir. Qonaqlardan birinin hansısa ərzağa allergiyası varsa, həmin vaxt onun üçün xüsusi yemək hazırlanır. Yığıncaqda 200 ofisiant xidmət göstərir. Onlar dünyanın ən nüfuzlu ofisiantlarıdır. Nə bir dəqiqə tez, nə bir dəqiqə gec. Saat 22:15-də məclisin ikinci hissəsi start götürür. Bu rəqs hissəsi adlanır və gecə 2-yə kimi davam edir. Bu kimi maraqlı məlumatlar və videolar üçün kanalımıza abunə olub bizi izləməyi unutmayın.